küçə dili televiziyalardan gəldi də. Yəni bir televiziya siması kimi əlbəttə ki, sənin xətrinə dəyə bilər bu. Amma dəyməsin. Bəli. Məsələn, rapin rap yeri var. Bəli. Rap underground. Bəli. Meyxana underground. O padvallarda da onun gözəlliyi. O küçələrdə də onun gözəlliyi. Amma bu günlərim gəlib səhnəyə Azərbaycan mahnı pop musiqisinə çıxıbsa, bu faciədir. Yəni, Brilliant Dadaşova meyxana deyirsə, Röya meyxana deyirsə, Aygün Kazımova rap deyib meyxana deyirsə, bu faciədir. Keçən dəfə bir verilişdə dedim, Türkiyənin verilişində. Yəni, doğrudan sən o boyda Cavanşir Quliyev məktəbini keçib, oradan Vaqif Gərayzadəyə gəldin, buradan Xanım İsmail qızıya gəldin ki, gəl meyxana deyirsən. Axı tələb təklif məsələsi də var. İndi nə etməlidir? Peşəkarın yoluna olmalıdır. Mən də çox düşüklük eləməyə nə var ki? Düşüklük eləyərik də. Sən, mən, hamımız. Düşüklük eləmək çox sadə bir şeydir də. Söhbət onu eləməmək.